Yeni dərs ilində uşaqlara göz müayinəsi niyə tövsiyə olunur? Bir sıra göz xəstəlikləri vardır ki, onların qarşısı alınır. Uşaqlarda göz probleminin olduğunu həkimə qədər necə təyin eləmək olar? Gözlərini uzağa baxan zaman qıyırsa, yaxud da ki, başını əyərək baxması. Gözdə zəifləmənin olmaması üçün hansı zəruri tədbirlər görülməlidir? Telefondan, kompüterdən müəyyən qədər uzaqlaşmış olsunlar. İkili görmə hansı səbəbdən yaranır? Beyində hər hansı bir törəmə olan zamanda iki görmə ilə pasientlər qarşılaşırlar. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin oftalmoloqu Kəmalə Mustafayeva ətraflı izah edəcək. Sağlam səhhətdə. Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Sağlam səhət verilişi yenə efirdədir. Bugün biz göz sağlamlığı haqqında söhbət aparacağıq və qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi oftalmoloq Kəmalə Mustafayevadır. Xoş gəlibsiniz, doktor. Çox sağ olun. Əziz tamaşaçılar, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Seyid Cəfər Pişəvəri 110 ünvanında yerləşir. Memar Əcəmi metro stansiyasının yaxınlığında. Bu klinikanın Masallı, Göyçay və Sumqayıtda filialları fəaliyyət göstərir. Telefon nömrəsi 430 89 89. Eyni nömrəni 050 055 və 070 ilə də yığa bilərsiniz. İndi isə keçək qonağımızın təqdimatına. Kəmalə Mustafayeva cərrah oftalmoloq 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Şif fakültəsini bitirib. 2012-2016-cı illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində rezidentura təhsili alıb. Bununla yanaşı müxtəlif kurslarda da iştirak edib. İstanbul 1-ci Göz Xəstəxanasında cərrahiyyə kursu keçib. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin billur xəstəliklərin cərrahi müalicəsi kursunda, həmçinin manual kiçik kəsiklə katarakta cərrahiyyəsi üzrə kurslarda iştirak edib. Eləcə də Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin optik koherent tomoqrafiya müayinəsi və torlu qişə xəstəliklərində intravitrial inyeksiyaların tətbiqi kursunda da iştirak edib. Hazırda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində cərrah oftalmoloq kimi fəaliyyət göstərir. Təkrar xoş gəlibsiniz, doktor. Çox sağ olun. Artıq məktəblər açılıb, məktəbə gedən gedir, bağçaya gedən gedir. Ümid edirəm ki, xüsusən də bu il 1-ci sinifə gedən, yaxud bağçaya gedən uşaqları valideynlər göz müayinəsindən keçiriblər. Keçirməyənlər varsa, hansı göz müayinələrini tövsiyə edirsiniz və niyə tövsiyə edirsiniz, doktor? Sizin də qeyd etdiyiniz kimi məktəblər artıq fəaliyyətə başladığı üçün bir çox uşaqlarda göz problemləri aşkara çıxır və bununla bağlı valideynlər bizə bir sıra şikayətlərlə müraciət edirlər. Bütün bunların qarşısını almaq üçün əgər evdə valideynlər uşaqların gözlərinin görməsinin zəif olmasını düşünürsə, göz müayinəsindən keçirmələrini tövsiyə edirik. Çünki vaxtında aparılmış müayinə, diaqnoz nəticəsində bir sıra göz xəstəlikləri vardır ki, onların qarşısı alınır, həmçinin görmə itkisinin, yaxud da ki, görmənin getdikcə zəifləməsini də vaxtında önləyə bilirik. Məsələn, bir sıra göz xəstəlikləri vardır ki, onlar sırf uşaq yaşında aşkarlandıqda tam şəkildə müalicəsi aparıla bilir. Bizim göz tənbəlliyi, ambliopiya dediyimiz göz xəstəliyi, yəni görmənin zəif olması halı da bu xəstəliklər sırasındadır. Çünki əgər uşaqda göz tənbəlliyi varsa, yəni iki gözündən biri daha zəif görürsə və vaxtında bu aşkarlanıb müalicə olunmursa, təəssüf ki, artıq sonraki yaşlarda bu şikayətlə müraciət edən pasientlərə biz eynək təyin etsək belə heç bir köməklik göstərə bilmirik. Bundan əlavə çəplik vardır ki, bəzi uşaqlarda da xüsusən də erkən yaşlarda son zamanlar daha çox rast gəlirik. Əgər uşaqların gözündə çəplik varsa, yaxşı olar ki, belə uşaqları da valideynlər vaxtında oftalmoloqun konsultasiyasını aparsınlar. Çünki bəzi çəplik növləri vardır ki, onlar erkən aşkar olunarsa və müalicəsi düzgün şəkildə aparılarsa, həm görmə zəifliyinin qarşısı alınmış olur, iki görmə vaxtında müalicə olunur. Bundan əlavə, əgər uşaqlarda görmə zəifliyi varsa, yaxud da gözlə bağlı başqa xəstəliklər, şikayətlər varsa, onlar sosial mühitdən də təcrid olmağa başlayır. Çünki uşaqlar yaxşı görmədiyi üçün onların dərsdə aktivliyi zəifləmiş olur, fikirləri dağılır. Hətta öz sinif yoldaşları ilə yaxud
başqa dostları ilə oyun oynayarkən belə təcrid olmuş olurlar və onlar öz oynadıkları oyunlardan zövq ala bilmirlər, çünki ətraf mühiti yaxşı görmürlər. Ona görə də valideynlərə tövsiyəmiz, məktəb öncəsi uşaqlar, həmçinin məktəb dövründə olan uşaqlarda əgər gözlə bağlı hər hansı bir problem hiss edirlərsə, yaxşı olar ki, göz həkiminin müayinəsindən keçirsinlər. Valideynlər çox diqqətli olmalıdırlar, doktor. Bu sual verəcəm sizə ki, ev şəraitində bir valideyn hələ müayinəyə aparmadan necə öyrənə bilər ki, uşağın gözü zəif görür, nələrə diqqət etsin valideynlər? Yəni, real bir hadisəni danışmaq istəyirəm. Qızım 9-cu sinifdə oxuyur. Qızım deyir ki, ana, sinif yoldaşım hələ indi valideyni müayinəyə aparıbdır. Ciddi bir göz zəifləməsi var, görmə zəifliyi var. O deyir ki, indi mən qolumda tüklər var imiş. Deməli, uşaq 9-cu sinifdə oxuyana qədər qolundakı tükləri görmürmüş, xırda tükləri. Üzümdə deyir, xal var imiş, üzündəki xalı görür, bədəndəki xalı görür. Təsəvvür edirsinizmi? Və qızım soruşubdur ki, bəs sən necə lövhəni görsən? O deyir, hər dəfə gözümü belə əlimlə dartıram, nəsə görə bilirəm. Yəni, bir valideyn evdə bunu necə görməyə bilər, necə bunu fərqində olmaya bilər? Yaxud müəllimlər necə bunu görməz və valideyni deməzlər ki, uşağında belə bir görmə zəifliyi var. Təsəvvür edirsiniz, uşağın 14 yaşı var, indi baxır ki, qollarımda tük var, hər şey necə parlaq imiş. Elə deyir, sevinir ki, indi rəngləri deyir, görə bilirəm, tam üzümü, burnumu, dişlərimi görə bilirəm. İnsan dəhşətə gəlir, doktor, yəni biz hansı əsrdə yaşayırıq? Bəli, sizin də qeyd etdiyiniz kimi, yəni bir sıra əlamətlərlə hətta evdə valideynlər özləri uşaqlarında görmə zəifliyinin olduğunu təyin edə bilərlər. Bunlardan ilk öncə, məsələn, uşaq gözlərini uzağa baxan zaman qıyırsa, yaxud da ki, başını əyərək baxması, həmçinin tez-tez göz qırpma olması uşaqlarda. Bundan əlavə, hərəkət edən əşyaya baxarkən onu tam şəkildə görməməsi, uşaqların tez-tez televizor ekranına baxan zaman yaxınlaşıb daha yaxından baxması, yaxud kompüter və telefonlardan istifadə edən zaman onu da həddən artıq gözünə yaxınlaşdırması bu gözdə zəiflik əlamətlərindən ola bilər. Bir də uşaqlar, məsələn, olur bizə valideynlər daha çox müraciət edirlər, tez-tez baş ağrılarının olması, tez-tez göz qırpmanın olması, bütün bunlar gözdə zəifliyin əsas əlamətlərindən hesab olunur. Belə olduqda, əlbəttə ki, ilk öncə biz baxıb müayinə edirik. Əgər gözlə bağlıdırsa, gözündə hər hansı bir zəiflik varsa, ona uyğun olaraq müayinələrdən keçirdikdən sonra eynək lazımdırsa, eynək təyin edirik. Yaxud da ola bilər ki, gözlə bağlı deyil, başqa, məsələn, nevroloji hallarla əlaqəlidirsə, onda digər mütəxəssislərə yönləndiririk. Bəs şagirdlərdə, məktəblərdə ən sıx rast gəlinən göz problemləri adətən nə olur, doktor? Ən çox rast gəldiyimiz görmənin zəifliyi ilə bağlı olan xəstəliklərdir. Yəni, məsələn, yaxın görmənin zəif olması, uzaq görmənin zəif olması, miyopiya dediyimiz, astigmatizm kimi eynək qüsurlarına daha tez-tez rast gəlirik. Bundan əlavə, gözdə bakterial yaxud virus mənşəli konjunktivitlərlə tez-tez rastlaşırıq. Həmçinin çəpliyin olması, göz tənbəlliyi dediyimiz ambliopiya kimi xəstəliklərlə daha tez-tez rastlaşırıq. Göz tənbəlliyi dedikdə, yəni belə uşaqları biz müayinə edən zaman bir gözü yaxşı gördüyü halda digər gözü çox zəif görür və bu gözdə tənbəllik yaranır. Çünki yaxşı görən gözün hesabına artıq bu göz görməməyə başlayır. Belə olan hallarda erkən biz bunu aşkara çıxardıqda eynək təyin edirik və təəssüflər olsun ki, belə uşaqları biz sadəcə 9-11 yaşına qədər müalicə edə bilirik. Gec mərhələdə müraciət etdikdə bəzən olur ki, pasiyentlər 17-18 yaşında bu şikayətlə bizə yaxınlaşdıqda ki, doktor, biz əvvəllər hiss etməmişik, ancaq təsadüf nəticəsində görən gözünü, yəni yaxşı görən gözü bağlayan zaman digər gözünün çox zəif görməsi, hətta heç görməməsi ilə rastlaşırlar. Belə olan halda təəssüf ki, artıq biz heç nə edə bilmirik, hətta heç bir müalicə göz tənbəlliyi, yəni ambliopiya zamanı müəyyən yaş keçibsə, orada fayda vermir. Ona görə də erkən yaşda, əgər bu aşkarlanarsa, müayinə edilib, diaqnoz qoyulub, müalicə aparılarsa, onda daha yaxşı nəticələr əldə etmiş oluruq. Bəs hansı tədbirləri görmək lazımdır ki, doktor, gözdə ümumiyyətlə zəifləmə olmasın? İlk öncə
Yəni ekran müddətini azaltmaq lazımdır. Yəni istifadə olunan telefon, planşet yaxud da televizora baxılırsa, onda müəyyən fasilələrlə baxmaq lazımdır. Açıq havada çox olmasına diqqət yetirmək, hətta yəni uşaqların oyunla da məşğul olmasına icazə vermək lazımdır. Müəyyən qədər ki, daimi otaq şəraitində olub, yaxına uzun müddət telefondan, kompüterdən müəyyən qədər uzaqlaşmış olsunlar. Bundan başqa dərs oxuyan zaman yenə də şagirdlər çalışmalıdırlar ki, yarım saatdan, yəni 30 dəqiqədən, 20 dəqiqədən bir fasilə versinlər. Əgər gözlərində zəiflik olan şagirdlər varsa, tələbələr varsa, göz məşqlərini edə bilərlər fasilə verdiyi müddətdə. Məsələn, 20 dəqiqədən bir fasilə verilən zaman həmin o göz məşqlərini yerinə yetirdikdə, bu da göz əzələlərində olan yorğunluğu aradan qaldırır, görməni müəyyən qədər yaxşılaşdırmış olur. Bundan başqa yuxu rejiminə də diqqət etmək lazımdır. Yəni 8 saat yuxu rejiminə əməl olunarsa, gözdə olan yorğunluq azalmış olar. Həmçinin görmənin azalmasının, zəifləməsinin də qarşısı müəyyən qədər alınmış olar. Bəs gözdə şiddətli ağrı varsa, bu daha çox hansı səbəblərdən qaynaqlanır? Gözdə şiddətli ağrı müxtəlif səbəblərdən ola bilər. Məsələn, bizim daha tez-tez rastlaşdığımız qlakoma dediyimiz hallarda, yəni onun xüsusi bir növü vardır ki, qapalı bucaqlı qlakomada göz daxili təzyiqin həddən artıq yüksəlməsi nəticəsində gözdə şiddətli ağrı baş verə bilər. Bundan əlavə, gözün buynuz qişasının zədələnməsi olan keratitlər zamanında gözdə biz bu şiddətli ağrı ilə rastlaşırıq. Həmçinin gözə yad cisim düşərsə, müəyyən virus yaxud da bakterial mənşəli xəstəliklər olan zamanda gözdə şiddətli ağrı yaranar. Yaxud travma nəticəsində də gözdə zədələnmə olduqda, gözə hər hansı bir yad cisim batdıqda, yəni göz zədələnəndə şiddətli ağrı ilə rastlaşırıq və bir də ola bilər ki, göz miqreni dediyimiz bir xəstəlik vardır ki, bu zamanda gözdə ağrı yaranır. Belə olan halda əlbəttə ki, göz həkiminə müraciət etmək lazımdır. Ağrının hansı səbəbdən yarandığı araşdırılıb, ona qarşı lazım olan tədbirlər həyata keçirilsin. Bəs ikili görmə hansı səbəbdən yaranır? İkili görmə həm gözlə bağlı, həm də gözə aid olmayan xəstəliklər nəticəsində yarana bilər. Əlbəttə ki, belə şikayətlə müraciət edən pasientləri ilk öncə göz həkimi tərəfindən müayinə aparılır. Bu zaman biz gözdə detallı müayinə apararkən bunun hansı göz xəstəliyinə bağlı olduğunu araşdırırıq. Məsələn, ikili görmə gözlə bağlı xəstəliklərdən eynək qüsurları zamanı, yəni hər hansı bir zəif görmə növündə rastlaşa bilərik. Bundan başqa çəpliklər zamanı, yəni gözün müxtəlif istiqamətlərə əyilməsi nəticəsində də pasientlərdə ikili görmə yarana bilər. Kataraktanın bəzi növlərində, yəni yaşlı pasientlərdə mirvari suyu dediyimiz katarakta növlərində də ikili görmə yarana bilər. Bundan başqa şəkərli diabetlə xəstə olanlarda bilirsiniz ki, müəyyən müddətdən sonra göz dibində də zədələnmələr yaranır və bunun nəticəsində də iki görmə ilə müraciət edən pasientlər olur. Lakin biz baxıb müəyyənləşdirən zaman əgər bu iki görmə gözlə bağlı deyilsə, onda digər mütəxəssislərə yönləndirilir. Yəni daha çox nevropatoloqlar müayinə edirlər. Bu zaman gözlə bağlı olmayan hallardan insult keçirən xəstələrdə, həmçinin beyində hər hansı bir törəmə olan zamanda iki görmə ilə pasientlər qarşılaşırlar. Belə olduğu halda əlbəttə ki, digər mütəxəssislər tərəfindən lazımi müayinələr aparılır. Bəs gözün anidən itməsi, görmənin anidən itməsi mümkündürmü? Mümkündürsə bu hansı halda baş verir? Görmənin anidən itməsi, bu da gözlə bağlı xəstəliklər nəticəsində yarana bilər. Məsələn, gözdə tor qişa dediyimiz önəmli bir toxuma vardır ki, burada qopma yaranan zaman görmənin anidən itməsi yarana bilər. Həmçinin gözə hər hansı travma aldıqda görmə qəfildən itə bilər. Bundan başqa gözlə bağlı, məsələn, şəkərli diabetli xəstələrdə, torlu qişada hər hansı bir ağır, ciddi zədələnmə baş verdikdə də görmənin anidən itməsi yaranır. Belə olduğu halda, yəni səbəb araşdırılaraq müalicə təyin olunur. Əgər qeyd etdiyim kimi yenə gözlə bağlı səbəbdən bu yaranmırsa, onda digər mütəxəssislərə yönləndiririk və onlar görmənin itməsi üçün, itməsinin qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirirlər.
Bəs görmə sahəsində uçuşan nöqtələr, ləkələr, vergüllər bu nə ilə bağlıdır? Görmə sahəsində uçuşan nöqtələrə daha çox biz miopiyası, yəni uzaq görmənin zəif olan pasientlərdə rastlaşırıq. Həmçinin şəkərli diabetlə xəstə olanlarda, bundan əlavə 40 yaşdan yuxarı olan şəxslərdə biz bu hallarla daha çox rastlaşırıq. Gözdə olan uçuşan nöqtələr, yəni təhlükəsiz də ola bilər, lakin bəzən elə hal ola bilər ki, o təhlükəli bir göz xəstəliyinin də əlaməti ola bilər. Bunun üçün ilk öncə belə pasientlər göz həkiminin müayinəsindən keçməlidirlər. 40 yaşdan sonra gözümüzdə xüsusi bir struktur vardır ki, biz buna şüşəvari cisim deyirik. Burada baş verən müəyyən dəyişikliklər nəticəsində gözün önündə uçuşan nöqtələr şəklində, yəni belə cisimlər yaranır. Əslində bu bir o qədər də təhlükəli deyil və zamanla bu uçan nöqtələr pasientlər tərəfindən görünmür. Lakin bəzən də elə ola bilər ki, həmin bu qara nöqtələr gözdə önəmli bir, ciddi bir xəstəlik olan turquşa qopması, yaxud da ki, şüşəvari cisimə qansızma dediyimiz bir hal vardır ki, onun əlaməti ola bilər. Ona görə də əgər pasientlər hiss etsə ki, göz önündə olan bu qara nöqtələr getdikcə azalır, getdikcə daha doğrusu artmağa başlayır və hətta pərdə şəklində olur, bu təhlükəli hal sayılır və belə olan halda mütləq şəkildə göz həkiminə müraciət olunmalıdır. Doktor, bəs gözdə bir işıq çaxması baş verirsə bu nə ilə bağlıdır? Gözdə işıq çaxması, bu da daha çox gözdə torluq işə dediyimiz həmin nahiyədə baş verən dəyişikliklərlə bağlıdır. Yəni, əgər torluq işada hər hansı bir yırtıq yaranarsa, yaxud da torluq işə qopmağa başlayarsa, onda gözdə işıq çaxması şəklində hiss olunur və bu da yenə də çox təhlükəli bir göz xəstəliyinin əlaməti hesab olunur. Lakin təhlükəli olmayan hallar da vardır. Dediyim kimi, şəkərli diabetlə xəstə olanlarda işıq çaxmasını hiss edə bilərik, yaxud müəyyən yaşdan sonra gözdə yaranan yaşa bağlı dəyişikliklər zamanı da işıq çaxması olur. Əgər işıq çaxmasından sonra qara pərdə şəklində göz önündə ört varsa, onda mütləq şəkildə, yəni qısa bir müddətdə göz həkiminə müraciət etmək lazımdır ki, ağırlaşmaların qarşısı alınmış olsun. Bəs göz qızarmaları nə ilə bağlıdır? Göz qızarmaları müxtəlif səbəblərdən yaranır. Məsələn, hal-hazırki dövrdə fəslə bağlı olaraq infeksion xəstəliklərin artması ilə əlaqədar gözdə də müəyyən iltihab proseslər yarana bilər. Bakterial konjüktivitlər, yaxud da virusların yaratdığı virus mənşəli konjüktivitlər nəticəsində gözdə qızartılar ola bilər. Bunun üçün yenə də səbəb araşdırılıb müalicə təyin edilir. Bundan başqa allergik konjüktivitlər, yəni ətraf mühitdə olan toz, çirklənmə zamanı bu gözə təsir etdikdə allergik reaksiya nəticəsində gözdə qızarma yaranır. Həmçinin göz zədələnən zamanda gözdə qızartılar yaranır. Bundan başqa ola bilər ki, yüksək qan təzyiqi olan pasientlərdə gözün ağlı hissəsi nəzərdə tutulan sklerada da müəyyən damarların genəlməsi nəticəsində qansızmalar yaranır və bu da gözdə qızartılara səbəb olur. Qeyd etdiyim kimi, əgər bu hallar varsa və bu qızartı bir neçə gün davam edirsə, onda göz həkiminin konsultasiyasından keçmək məsləhətdir ki, onun səbəbi araşdırılıb, ona uyğun müalicə aparılsın. Bəs uzağı və yaxını zəif görmə nə ilə bağlıdır? Uzağı və yaxını zəif görmə, yəni eynək qüsurları ilə bağlıdır. Uzağı zəif görmə biz belə pasientlərdə bu eynək qüsurlarını miopiya adlandırırıq. Belə insanlar yaxını aydın şəkildə gördüyü halda uzaqda yerləşən əşyaları zəif görürlər. Hipermetropiya isə onun tam əksi sayılır. Yəni belə pasientlər yaxında yerləşən əşyaları yaxşı gördüyü halda, pis gördüyü halda uzaqdakıları daha yaxşı görürlər. Bir də astigmatizm vardır. Astigmatizmdə isə pasientlər əşyaları bulanıq şəkildə, sanki əyilmiş formada görə bilərlər. Belə olan hallarda yenə də müayinədən sonra belə pasientlərə onların görmə şikayətlərinə uyğun olaraq eynəklər təyin edirik. Və bu eynəklər təyin edən zamanda onlara necə istifadə edəcəklərini, vaxtaşırı müayinələrdən keçmələri izah olunur.
Bəzi insanlar deyirlər ki, doktor, sanki gözümdə yad cisim var, gözümə nəsə batır. Bu hiss nə ilə bağlıdır? Yad cisim bu daha çox bizim rastlaşdığımız quru göz sindromu dediyimiz hallarda baş verir. Quru göz sindromu uzun müddət yaxına çox baxdıqda, telefondan, kompüterlərdən istifadə edənlərdə daha çox rast gəlirik. Həmçinin uzun müddət yaxın məsafədə kitab oxuyan insanlarda da bu hallar rastlaşırıq. Gözlə bağlı olmayan səbəblərdən də gözdə quruluq yarana bilər. Ümumiyyətlə, quru göz sindromu olan pasiyentlərin əsas şikayəti gözdə qum dənəciyi kimi yad cismin batması hissiyatıdır. Bu zaman ev şəraitində də, məsələn, bol miqdarda maye qəbul edilməsi, süni göz yaşı damlalarının istifadəsi belə pasiyentlərin şikayətini müəyyən qədər azalda bilər. Yuxu rejiminə riayət etmək, sağlam qidalanma da gözdə olan quruluğun qarşısını müəyyən qədər almış olur. Bundan başqa, gözə yad cisim düşən zamanda bu da ağrı verir. Bu pasiyentləri də daha çox narahat edir bu ağrılar. Həmçinin virus mənşəli konjunktivitlərdə, yaxud bakteriyaların yaratdığı göz xəstəliklərində də gözdə batma hissiyatı, yad cisim hissiyatı yaranmış olur. Doktor, bəs göz çevrəsində bir şişkinlik varsa bu nə ilə bağlıdır? Göz çevrəsində olan şişkinlik, məsələn, iltihabi xəstəliklər nəticəsində, gözdə olan hər hansı bir iltihabi xəstəlik nəticəsində yarana bilər. Həmçinin göz qapaqlarının xəstəliyi olan blefarit dediyimiz zamanda bu şişkinliklərlə rastlaşırıq. Allergik xəstəliyi olanlarda da göz qapağı ətrafında tez-tez şişkinlik yaranır. Allergiyası olan pasiyentlərdə ev şəraitində hər hansı bir iş görən zaman, yaxud tozlu yerdə işlədikdə belə insanların göz qapaqlarında tez-tez şişkinlik yaranmış olur. Bundan əlavə gözlə bağlı olmayan səbəblərdən də yarana bilər. Məsələn, böyrək xəstəliyi olanlarda da göz qapağı ətrafında şişkinliklər yaranır. Kosmetik vasitələrdən düzgün istifadə etmədikdə, başqasının kosmetik vasitəsinə istifadə edənlərdə də məsələn göz qapağı ətrafında bu şişkinliklərlə tez-tez rastlaşırıq. Və bu zamanda pasiyentdə bu allergiyanı törədən əsas səbəb aradan qaldırılır. Ondan sonra həmin şişkinliyə allergik mənşəlidirsə, əgər ona uyğun olaraq müalicə təyin edilib, bu aradan qaldırılmış olur. Bəs gözdə ifrazat nəyə yaranır? Gözdə ifrazat da yenə də göz xəstəliklərinin nəticəsində yarana bilər. Gigiyena qaydalarına düzgün əməl edilmədikdə, başqasının kosmetik vasitələrindən istifadə olunması, ortaq əşyalardan istifadə edildikdə gözdə ifrazat yaranır. Məsələn, daha çox virusların və bakteriyaların törətdiyi konjunktivitlər zamanı biz bu ifrazatla rastlaşırıq. Doktor, bəs uşaqlarda tez-tez göz qırpması niyə yaranır? Uşaqlarda tez-tez göz qırpması müxtəlif səbəblərdən yarana bilər. Məsələn, bu qeyd etdiyim kimi, əgər görmə qüsuru varsa, yaxını zəif görürsə, uzaq zəif görürsə, bu uşaqları narahat edir, tez-tez göz qırpmalara səbəb olur. Gözdə quruluğun olması, gözlə bağlı allergiyalar, allergik xəstəliklər qırpmalara səbəb ola bilər. Bəzən də ola bilir ki, biz belə uşaqları müayinə etdikdə gözlə bağlı hər hansı bir xəstəlik aşkarlanmır. Bu zaman belə uşaqlarda nevroloji problemlər müəyyən edirik ki, bu hallarda da uşaqlar tez-tez gözlərini qırpırlar. Məsələn, hər hansı bir məktəbdən uşaq bir sinifdən başqa bir sinifə keçirilərsə, yaxud ailə daxili problemləri olan uşaqlarda bu haldan tez-tez rastlaşırıq və bu əlbəttə ki, psixolojidir. Belə olan halda digər mütəxəssislər tərəfindən bu uşaqlar nəzarətdə saxlanılır və ona uyğun olaraq lazım olan tədbirlər aparılır. Bəs göz yaşı ilə bir göz xəstəliyi bir adamdan başqa bir adama keçə bilərmi? Bəli, göz yaşı ilə xəstəlik keçə bilər, göz xəstəliyi. Ancaq bir şərt vardır ki, burada, yəni birbaşa göz yaşı ilə təmas olsun. Məsələn, infeksion xəstəliklər, virus mənşəli göz xəstəlikləri, bakterial mənşəli konjunktivitlər bir şəxsdən başqa bir şəxsə yoluxa bilər. Bunun üçün yenə də ortaq əşyalardan istifadə olunmamalı. Xanımlar, məsələn, başqa bir rəfiqəsinin kosmetik vasitələrindən istifadə etməməlidirlər. Gigiyenik qaydalara əməl olunarsa, bu yoluxmanın qarşısı alınmış olar. Bəs uşaqlar göz təması qurmursa, bunun hansı səbəb ola bilər? Uşaqların göz təmasının qurmaması onun yaşından və inkişaf müddətindən asılıdır.
Bəzi hallar ola bilər ki, bu hallarda göz təması qurmaması normal sayılır. Lakin müəyyən hallar da vardır ki, bu zaman əgər uşaq 3 ayına qədər göz təması qurmursa, bu normal hal sayılır. Çünki belə uşaqlar körpə olur. Hələ belə uşaqlarda göz təması qurmaması patoloji hal sayılmır. Bundan əlavə, əgər uşaq ağlayan zaman yenə də göz təması qurmursa və belə uşaqlar 3 ayına qədər uşaqdırsa, yaxud biraz daha böyük aylarda da ola bilər, göz təması qurmursa, bu da normal hal sayılır. Bundan əlavə, əgər uşaqda hər hansı bir psixoloji dəyişiklik varsa, yəni burada xəstəlik olmaması nəzərə alınmalıdır. Hər hansı bir qorxu yaranıbsa, onda göz təması qurmursa, bu da normal hal sayıla bilər. Lakin əgər uşaq 3 ayından böyükdürsə, göz təması qətiyyən qurmursa, bu patoloji hal kimi dəyərləndirilə bilər. Yaxud da ki, yenə də 3 ayından böyük uşaqlarda hər hansı bir əşyanı göz önündə hərəkət etdirən zaman onu izləmirsə, daimi olaraq göz kontaktı qurmaqdan uzaqlaşırsa, yaxud da ki, öz ətrafı ilə söhbət etmir və özünü cəmiyyətdən kənarlaşdırırsa, bu artıq bir sıra xəstəliklərin göstəricisi ola bilər və buna görə də belə uşaqları nəzarətdə saxlamaq lazımdır. Nəyə görə uşağa əgər eynək təyin olunubsa, valideyn də alıbsa, uşaq hər gün o eynəyi taxmalıdır, doktor? Çünki bəzi valideynlərin özləri istəmir, bəzi uşaqlar da istəmir ki, məktəbə gedəndə taxmır. Evə gələndə taxır, məktəbə gedəndə uşaq eynəyi taxmır, yaxud həyətə düşəndə taxmır. Nəyə görə hər gün taxmaq lazımdır? Çünki bəzi eynək qüsurları növləri, yəni bəzi görmə zəiflik növləri vardır ki, bunlarda eynək hər gün taxılmalıdır, yəni daimi taxılmalıdır. Ümumiyyətlə, eynəkləri təyin edən zaman həkim tərəfindən tövsiyə olunur ki, məsəl üçün, sən ancaq bu eynəyi yaxın üçün istifadə etməlisən, yaxud ancaq uzaq üçün, ola bilər də ki, daimi istifadə üçün biz bu eynəkləri təyin edirik. Əgər bir uşağa eynək daimi təyin edilibsə və onu taxmırsa, onda bu uşaqda gələcəkdə görmə tənbəlliyi dediyimiz ambliopiya xəstəliyi yarana bilər ki, İlk öncə bayaq da qeyd etdiyim kimi 11 yaşından, 9-11 yaşından sonra təəssüf ki, bu hal müalicə olunmaz. Həmçinin əgər uşaq eynəyi daimi olaraq taxmazsa və onda yanaşı olaraq çəplik varsa, onda bu çəplik də müalicə olunmaz. Ona görə də qeyd etdiyim kimi, əgər həkim tərəfindən eynəyin daimi taxılması tövsiyə olunursa, onda mütləq şəkildə bu eynək daimi taxılmalıdır. Həmçinin bir sıra eynək nömrələri vardır ki, bu zaman eynək daimi taxılarsa, görmə daha da yaxşılaşar və müəyyən müddətdən sonra ola bilər ki, uşaq artıq eynəkdən istifadə edilməsin. Yenə də qeyd etdiyim kimi, bütün bu hallar həkim müayinəsi zamanı aşkarlanır və ona uyğun olaraq eynək təyin edirik. Yəni, hamıya eyni şəkildə daimi eynək yazılmaya da bilər. Bəzən sırf uzağı yaxşı görmək üçün yazılır. Bəzən olur uşaqlar yaxını yaxşı görmürlər, ancaq yaxına istifadə edəndə eynək taxılmasını tövsiyə edirik. Qeyd etdiyim kimi, bəzən də ola bilər ki, daimi şəkildə müəyyən başqa göz xəstəlikləri də varsa, əlavə olaraq məsələn çəplik varsa, onda daimi şəkildə eynəyi taxmalıdırlar. Son 3 dəqiqəmiz var, doktor. Mövzu ilə bağlı nə demək istəyərdiniz izləyicilərimizə? Mövzu ilə bağlı, yəni ümumiyyətlə, əgər gözlə bağlı hər hansı bir zəif görmə, yaxud da ki, göz xəstəliyi varsa, erkən mərhələdə həkimə müraciət edən zaman vaxtında diaqnoz qoyulub müalicə aparıldıqda daha yaxşı nəticələr əldə edirik. Gecikmiş mərhələdə müraciət edən zaman bəzən hətta görmə zəifləməsinin qarşısını almamaqla yanaşı, təəssüf ki, görmənin tamamilə itirilməsi də baş verə bilər. Bunun üçün ümumiyyətlə, gözlə bağlı problemlərin qarşısını müəyyən qədər azaltmaq üçün yuxu rejiminə riayət etmək, sağlam qidalanmaq, təmiz havada çox olmaq, əgər imkan varsa idman etmək, bütün bunlar ümumi orqanizm sağlamlığına təsir etdiyi kimi göz sağlamlığımızı da qorunmasında köməkdir. Təşəkkür edirəm, doktor, gəldiyinizə görə çox sağ olun. Siz sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi, cərrah oftalmoloq Kəmalə Mustafayeva idi. Efirimiz isə davam edir.